Hörmətli müəllimlər, hörmətli müdavimlər, bugün izah edəcəyimiz mövzu Azərbaycan ərazisində iri tayfa birlikləri və erkən dövlət qurumları haqqında olacaq. Sizə məlumdur ki, eradan əvvəl 3-2 minilliklərdə Arazdan şimalda Naxç, Gərgər tayfaları, eyni zamanda Urmiya gölünün cənubunda Kassitlər, Lulubilər, Su yaxud da Subar, Subir tayfaları, eyni zamanda Turukki tayfaları yaşayırdı. Urmiya gölünün qərb hissəsində isə Kuti tayfaları məskunlaşmışdı. Xəzər dənizinin sahillərində Kaspilər, Qızılüzən çayının aşağı axarlarında isə Kadusilər yaşayırdı. Orta Tunç dövrünün əvvəllərindən başlayaraq Azərbaycan ərazisində maldar tayfalar artıq aparıcı mövqe tuturdu. Və bu təbəqələşməni daha da sürətləndirən amillər maldarlığın əkinçilikdən ayrılması, metal emalının inkişafı, izafi məhsul istehsalı və qonşu ölkələrlə əlaqələr idi. Maldavar tayfaların başlıca sərvətinə çevrilməyə başladı, yeni otlaq sahələri ələ keçirmək uğrunda mübarizə hərbi toqquşmalara gətirib çıxarırdı. Nəticədə bəzi kiçik tayfalar başqa tayfaların hücumlarından qorunmaq üçün eyni kökdən olan böyük tayfalarla birləşmək başladılar. Nəsli tayfa münasibətləri siyasi münasibətlərlə əvəzlənir, beləliklə güclü tayfa ittifaqları yaranırdı. Bu, Azərbaycan ərazisində ilk dövlət qurumlarının yaranması demək idi. Bu cür erkən dövlət qurumlarından biri də Azərbaycanın Urmiya gölünün cənub-şərqində yaranmış olan Aratda dövlət qurumu idi. Onu qeyd etmək lazımdır ki, Azərbaycanın cənubunda sinifli cəmiyyət şimalından daha erkən yarandı. Bunun səbəbi isə cənubdakı tayfaların Mesopotamiyanın iki çaylar arasında yaşayan tayfalarla ticari əlaqələrinin qurulması idi. Aratda qədim şərqin ən qədim dövlət qurumlarından biri idi və burada ensi rütbəsi daşıyan hökmdarlar idarə edirdi. Şumerdə bu rütbə ali kahinə, hökmdara şamil edilirdi. Hərbi məsələlər məclisdə müzakirə olunur, lakin son qərarı hökmdar verirdi. Din idarələrin başında maşmaş adlanan kahinlər durur. Müxtəlif tanrılara sitayiş edirdilər. Biz bunlardan məhəbbət, bərəkət tanrısının adını çəkə bilərik. Eyni zamanda məhəbbət ilahəsi İnannaya ibadət Aratdada geniş yayılmışdı. İlahellam isə Aratdanın mühafizəkar tanrısı idi. Aratda əhalisi Şumerlə mal mübadiləsi aparırdı. Məbəd tikintisi ilə əlaqədar ustalar Şumerə çağırılırdı. Əhali əsasən əkinçiliyə məşğul olur, buğda və noxud becərilirdilər. Elmerkal və Aratda hökmdarı adlı Şumer dastanında göstərilir ki, Aratda iki çay arasına yaxın dağlıq bir ölkədir. Buradan iki çay arasına qiymətli metal, tikinti materialları, o cümlədən lacivard daşı, yəni lazurit daşınırdı. İkinci izah edəcəyimiz mövzu Lulubi dövlət qurumu olacaq. Eradan əvvəl 3-cü minilliyin ikinci yarısında, yəni 23-cü əsrdə Azərbaycanın cənubunda Lulubi, Su, Turukki tayfaları birləşərək Lulubi dövlət qurumunu yaratdılar. Lulubilər ölkəsi xırda vilayətlərə bölünürdü və bu vilayətləri hakimlər idarə edirdi. Yazılı mənbələrdə Lulubi hökmdar İmmaşqunu Lullu yaxud da bu mülkəsinin padşahları adlandırırdılar. Eradan əvvəl 23-cü əsrdə o, xırda vilayətləri bir mərkəzə tabe etdi, beləliklə Lulubi dövlət qurumu meydana gəldi. Güclü ordu yaradan Lulubi hakimləri Akkad hökmdarlarının təcavüzün qarşısını alır və ölkənin azadlığını qoruya bildilər. Lulubi dövlət qurumu bu dövrdə iki çay arası, yəni Mesopotamiya ilə iqtisadi əlaqələr yaratmışdı. Lulubilər iki çay arasını Nuzi şəhəri ilə mal mübadiləsi edir, mal-qaranı taxıla dəyişirdilər. Lulubilər səma, anum, bərəkət, məhəbbət, ay və günəş tanrılarına sitayiş edirdilər. Və Lulubi dövlət qurumu bu dövrdə bizə ən çox gəlib çatan abidələrdən biri Sarnul adlı yerdə qayaya həkk olunmuş hökmdar Anubaniyə məxsus kitabə vardı. Bu kitabədə Urmiya gölündən Bəsrə körfəzinə qədər, yəni İran körfəzinə qədər, oradan da Diyalat çayına qədər sərhədlərin uzandığı görünür. Daş kitabə mixi yazı sistemi ilə yazılmış və Akkad dilində yazılmışdı. Eyni zamanda daş kitabəyə baxanda biz orada mixi yazı sisteminin işlədildiyini görəcəyik, daş Yunan ustaların olduğunu görəcəyik.
Akkad dilində yazılması, Akkad dilinə istifadəni göstərəcək. Eyni zamanda Anum, yəni səma tanrısının adı keçir və təbii ki, Lulubi hökmdarı Anubaniyə məxsusdur və qələbə sütunu adlanır. Onun qələbələrindən bəhs edirdi. Və daha sonra izah edəcəyimiz mövzu Kuti dövlət qurumu olacaq. Kuti, Kut sözündən, türk etimologiyasından gəlir. Hökmranlıq, uğur, can-ruh kimi mənalarda işlədilir və Urmiya gölünün qərbində yaşayan Kuti tayfa birlikləri eradan əvvəl 3-cü minilliyin ikinci yarısında Kuti dövlət qurumunu yaradırlar. Kutilər iki çay arasında yaşayan türk mənşəli Şumerlərlə dostluq münasibəti saxlayırlar, hətta Şumer şəhər dövlətlərinin himayədarına çevrilmişdilər. Onlar Lulubilər kimi Akkadlarla mübarizə aparmışlar, lakin Akkad dövlətinə Lulubidən fərqli olaraq Kutilər son qoyur. İki çay arasının sakinləri cəsur və döyüşkən Kutiləri dağ əjdahaları adlandırırlar. Eradan əvvəl 22-ci əsrin əvvəllərində dediyimiz kimi Kutilər Akkad dövlətini süquta uğratdılar və təqribən 100 ilə yaxın Akkadları öz hakimiyyətləri altında saxladılar. Kutilərdə hakimiyyət irsi deyil, seçim yolu ilə həyata keçirilir və burada Subar, Turukki, Azər, Zəngi, Bars və digər türk tayfaları yaşayırdılar. Kutilər Mesopotamiyanı necə idarə edirdilər? Birinci növbədə onlar şəhərlər arası toqquşmalara son qoydular. Xarici hücumların arası kəsildi, ticarət yollarında əmin-amanlıq yaradıldı. Kutilər Akkad və Şumerlərin idarə etmə qaydalarını öyrəndilər, mövcud olan idarə sistemini dəyişmədilər. Kutilər mühüm ictimai xüsusiyyəti, onların qurumlarının demokratik əsaslarla, bayaq dediyimiz kimi, seçim yolu ilə ağsaqqalların iştirak etdiyi məclis vasitəsilə idarə edilməsi idi. Kutilərdə qonşu dövlətlərdən fərqli olaraq hakimiyyətə gələcək hökmdarı ağsaqqalların və tayfa başçılarının iştirak etdiyi məclisdə seçirdilər. Ölkəni Şumer və Akkad canişinləri idarə edirdi. İdarə etmədə kifayət qədər bu canişinlərə müstəqillik verilirdi. Və bu zaman Kutilərin dövlət qurumunun ərazisi Urmiya gölündən İran körfəzinə qədər olan əraziləri əhatə edirdi. Lakin zəbt olunmuş ölkədə idarəçiliyin yerli məmurlara həvalə olunması Kutilərin mövqeyini həmən ölkədə zəiflətdi. Nəticədə iki çay arasında sonuncu Kuti hökmdarı Tirikana qarşı üsyan baş verdi. Onun hakimiyyəti cəmi 40 gün çəkdi və Tirikanın devrilməsi ilə Kuti dövlətinə, dövlət qurumuna son qoyuldu. Bu hadisə 22-ci əsr eradan əvvəl 22-ci əsrdə baş verdi. Beləliklə, eradan əvvəl 3-cü minilliyin sonunda Kuti dövlət qurumu süquta uğrayaraq xırda vilayətlərə parçalandı. Bu hadisədən sonra Kutilər Urmiya gölü hövzəsində əvvəlki qüdrətlərini və mövqeylərini itirmiş oldular. Lulubi dövlət qurumu parçalandıqdan sonra onun içərisindən necə ki birləşərək Lulubi dövlət qurumunu yaratmışlar, indi də parçalananda Lulubi tayfası, Su yaxud Subar və Turukki tayfaları ayrıldılar. Turukki tayfaları Aşşurlarla toqquşur və Turukkilərin yaşadığı coğrafi ərazi Urmiya gölündən Zəncana kimi uzanırdı. Turukkilər Urmiya gölü ətrafında mühüm siyasi qüvvəyə çevrildilər və onlar Kuti, Lulubi və digər qonşu tayfalarla birləşərək müstəqil siyasət yeritməyə başladılar. Bu isə qonşuluqda yerləşən Babil, Assuriya kimi dövlətlərin xoşuna gəlmədi. Assurlarla toqquşmada qalib gələn Turukkilər hətta düşmənin Şuşara vilayətini ələ keçirirlər. Babil hökmdarı Hammurapinin dövründə eradan əvvəl 18-ci əsrdə Turukkilər tədricən Babilistan ərazisinə getməli oldular. Eradan əvvəl 2-ci minilliyin sonlarında Assuriya qarşı aramsız mübarizədə qədim Azərbaycan tayfalarının vahid dövləti birləşməsi artıq zərurətə çevrilir. Eradan əvvəl 2-ci minilliyin sonunda Assur hökmdarı 1-ci Adad-niyari Kutilərin, Lulubilərin və Su tayfalarının torpaqlarını zəbt edərək özündən asılı hala salır. Kutilər, Turukkilər, Sular və Lulubilər ay tanrısına məhəbbət, bərəkət və məhsuldarlıq ilahələrinə sitayiş edirdilər.
Və 2-ci minillikdə Huri tayfaları da gücünü qoruyub saxlamışdı. Şumer mənbələri təsdiq edilir ki, Hurilərin vətəni Cənubi Qafqaz, Van göl ətrafı və Şimali Zagros əraziləridir. Onların yaşadığı dağlıq bölgə Hurrum adlanır. Hurilər türk mənşəli tayfalardır. Manna dövləti dövründə Hurilərin Urmiya göl ətrafında yaşadığı məlumdur bizə. Hurilər eradan əvvəl 3-cü minilliyin sonunda yazı mədəniyyətinə malik olduqları haqqında məlumatlar var. Mənbələrdə onların adı Ön Asiyada ən çox inkişaf eləmiş Şumerlər, Akkad və Elam tayfaları ilə yanaşı çəkilir. Daha bir güclü tayfamız var. Bunlar Subar tayfalarıdır. Onlar da Urmiya gölü hövzəsində yaşayırdılar. Eradan əvvəl 3-cü, 2-ci minilliklərdə Subarlar Azərbaycan xalqından başqa bir neçə türk xalqının formalaşmasında iştirak edəcəklər. Yəni 3-cü, 2-ci minillikdə Urmiya gölü hövzəsində məskunlaşmışlar və gələcəkdə Azərbaycan xalqından başqa bir neçə türk xalqının formalaşmasına iştirak edəcəklər. Subarlar iki çay arasında, yəni Dəclə və Fərat çayları arasındakı ərazilərdə yaşayırdılar. Eradan əvvəl 2-ci minilliyin əvvəllərində Asur tayfalarının hücumuna məruz qalan Subarlar 3 qol ayrılacaq: qərbə, orta və şərq qollarına. Urmiya gölü hövzəsində məskunlaşanların bir xeyli hissəsi Türkistan və Sibirə tərəf gedir. Sibirin adı isə birbaşa Subarların adı ilə bağlıdır. Orta hissədə qalan Subarlar Dəclə və Fəratın yuxarı hissəsində, Van gölünün qərbində, indiki Türkiyədə Bitlis və Diyarbəkir arasındakı ərazilərdə məskən saldılar. Sağ olun, təşəkkür edirəm.